Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə cənab prezident sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi diyaloq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən sizinlə görüşmüşdüm. Və şadam ki, mənim dəvətimi qəbul edib, siz Azərbaycana rəsmi səfərə gəlmişsiniz. Söhbət əsnasında həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə biz öz ticarət dövriyyəmizin şaheləndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpa olunan enerji sahəsində hardakı Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpa olunan enerji növlərinin istehsal gücünü 6 gigavata çatdırmaq fikrindəyik və bu tam realdır və bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. Keçən il bildiyiniz kimi Azərbaycan COP29 beynəlxalq iqlim konferansına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. 197 ölkəni təmsil edən iştirakçılar və böyük uğurlu nəticələrlə zəngin idi bu konferans. Yeganə iştirak etməyən ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konferansı boykot etməsi başa düşülən deyildi. Bugün bu məsələdə müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. 1 milyon Azərbaycanlı erməni aqressiyasına görə evsiz, eşiksiz qalmışdır. Və torpaqlarımızın təxminən 20%-i işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Və məhz bu tarixi zəfərimiz sülh danışıqlarına yol açmışdır. Və hesab edirəm ki, bugün Azərbaycan və Ermənistan sülhün əldə edilməsində kifayət qədər bir-birinə onların mövqeləri yaxınlaşmışdır. Eyni zamanda digər beynəlxalq məsələlər bugün müzakirə edildi. O cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi, bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Bir daha demək istəyirəm ki, bu səfərin əminəm ki, çox müsbət nəticələri olacaqdır.
İkitərəfli münasibətlərimizin tarixində bu Almaniya prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Bir daha xoş gəlmişsiniz. Hörmətli həmkarım cənab prezident, səmimi dəvətə görə dərin təşəkkürümü bildirir, bütün Alman nümayəndə heyətinin adından göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edirəm. Çox ürəyimizcə oldu. Siz qeyd etdiniz ki, Azərbaycanda birinci dəfə deyiləm, lakin bu vəzifədə ilk dəfədir ki, gəlirəm. Prezident kimi ilk dəfədir ölkənizdə səfərdəyəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam, amma axırıncı dəfə 2016-cı ildə səfər etmişdim və artıq 9 il keçir. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 il ərzində o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Şadam ki, bugün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Əslində, həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da başqa yerlərdə görüşmüşük. Telefonla söhbət etmişik. Münhen Təhlükəsizlik konfransında görüşmüşük. Eləcə də sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən ilki görüşdə müzakirə apardıq və bugün şadam ki, səfərinizə cavab olaraq ölkənizdəyəm. Cənab prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, Şvabiyalı kəndlilərin burada, Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrinin yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, misin çıxarılmasında, elektrik enerji şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan mövcud olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda Alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər. Və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik. Bu cür mübadilədən olduqca məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrimiz olduğu mövzularda, həm mövqeyimiz fərqləndiyi məsələlərdə səmimi danışa bilmişik. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərlə səciyyələnən dünyada yaşayırıq. Cənab prezident, siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik. Biz həmçinin strateji mövzular ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz. Bununla belə 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü. Və mən buna görə sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik, çünki o hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşdən sonra yeni ev tapşırıqlarımız olacaq. Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir. Öz növbəsində həmin amil dünyanın birləşməsinə
əsas ola bilər. Biz iqtisadi, ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənubi, Qərbi Asiya və Çin ilə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırki mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar isə üstəgəl orta dəhlizin rolu Alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və gələcəkdə daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab prezident, sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistanla sülh münasibətləri haqqında danışdınız. Sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfə bu münasibətlə təbrik edirəm. Artıq anlaşma yaranıb. Martın 13-də sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bugün səhər həmin müqavilə haqqında danışanda cənab prezidentə bildirdim ki, bu anlaşma ilə ümid doğuran önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümidvaram ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız. Nəhayət, sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq kompromislər üçün cəsarət, siyasi iradə lazımdır. Nəticədə siyasi müqavilə həqiqətən həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz həmçinin kənardan bacardığımız qədər və necə mümkündürsə öz dəstəyimizi verəcəyik. Çox sağ olun. Tədbirimizin sual-cavab hissəsinə keçirik. Sual vermək üçün söz verilir Almaniyanın DPA agentliyinin müxbirinə. Salam, mənim adım Ulrich Steinkolder, DPA agentliyi. Cənab Əliyev, sizin İrəvandakı həmkarınız bildirmişdir ki, bu müqavilənin həyata keçirilməsində yaranmış maneələr aradan qaldırıla biləcək maneələrdir. Onun özü buna çalışır. Çətinlik ondadır ki, sizin ölkəniz əlavə tələblər irəli sürür. Xahiş edirik, izah edin. Sülh müqaviləsini imzalamaqda nə qədər ciddisiniz? Sülh sizin üçün nə dərəcədə ciddidir? Digər sualım cənab federal prezidentədir. Siz öz növbənizdə Ermənistandan Azərbaycana hər hansı mesaj gətirmisinizmi? Bugün söhbət əsnasında mən cənab prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, 2-ci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskar olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ ki fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdi və bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıydıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz bu mümkün olan müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ Respublikasının taleyini salmaq istəyirdi.
Biz isə buna qətiyyən etiraz edirdik. Çünki Dağlıq Qarabağ adlı respublika yoxdur. Bu ancaq Ermənistanın hülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Və bu bizim daxili işimiz olduğu üçün biz təbii olaraq dövlətlər arası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik. Ancaq 2023-cü ilin sentyabr ayında separatizmə son qoyulandan sonra Qarabağ torpağında Ermənistan bir neçə aydan sonra o təkidlə irəli sürdüyü maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı olmuşdur. Və faktiki olaraq real danışıqlar hardasa bir il bundan əvvəl başlamışdır. Bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paragrafdan ibarətdir və Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib, BMT nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində və konflikt həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı tanıdığı üçün ATƏT-in Minsk qrupunun de jure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de facto bu qrup fəaliyyət göstərmir. Və Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən nə üçün? Bəlkə yenə də bizə qarşı ərazi iddiası ilə Ermənistan çıxış etmək istəyir. Onların sürətli silahlanması, öldürücü silahları əldə etməsi, bu sahədə onlara əsas yardımcı olan Fransanın onları yeni provokasiyalara, təhribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni bu birinci məsələdir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var. Və bu bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Və bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. Xanımlar və cənablar, son 3-10 illik ərzində bu münaqişəni, onun kəskinləşməsini və yaratdığı əzab-əziyyətləri, eləcə də xeyli qurbanlara səbəb olmuş müharibələri müşahidə edən hər bir insan başa düşür ki, bu cür münaqişənin həlli, eləcə də tərəflər arasında qarşılıqlı etimadın bərpası üçün xeyli vaxt və səy tələb olunur. Bunu öncədən qeyd etdim və bilirəm ki, belə münaqişələrdən sonra çox böyük səylər tələb olunur. Həmin səylərə də hörmət bəsləyirəm ki, sazişin mətni işlənib, hazırlanıb. Hazırki dövrdə razılığı əldə etmək çox böyük işdir. Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq. Fikrimcə onlar Azərbaycanla
Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməlidir. İsrar edirəm, çox önəmli qətiyyət var. Vacib an yetişib, onun ritmini itirmək məsuliyyətsizlik olardı. Yadda saxlamaq lazımdır ki, Almaniyanın, o cümlədən Avropanın təcrübəsi göstərir ki, müqavilənin hazırlanması və sülh müqaviləsinin həyata keçirilməsi ilk addımdır. Sonra isə müqavilənin həqiqi qüvvəyə minməsi, reallıqda barışığa çevrilməsi neçə nəsilləri tələb edir. Bu, çox uzun bir prosesdir. Belə bir etibarlı barışığın həyata keçirilməsi hər iki ölkədə və xalqda hələ çox vaxt tələb edəcək. Bu səbəbdən barışığa uzun zaman tələb olunduğunu diqqətdən qaçırmaq olmaz. Amma ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsidir. Sonra isə digər problemlər də həll oluna bilər. Ümid edirəm ki, bu tezliklə baş verəcək. Söz verilir Azərbaycanın Real TV kanalının müxbirinə. Hər ikinizi salamlayıram. Real televiziyasından Vəfa Həmzəyeva. Sualım cənab Ştaynmayerədir. Cənab Prezident, siz çıxışınızda qeyd etdiniz ki, Ermənistan və Azərbaycan arasında olan bu prosesləri, münaqişəni və indi gəldiyimiz nöqtəni izləyirdiniz və biz əminik ki, proseslərin fərqindəsiniz. Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərində aqressiv müharibə aparıb və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozub. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-ni işğal etmişdi. Və yəqin ki, hələ o dönəmdə Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, konflikt daha tez həlli yolunu tapardı. Necə düşünürsünüz? Qərb niyə Ermənistana qarşı konkret addımlar atmadı? Təşəkkür edirəm. İlk növbədə demək istəyirəm ki, suala görə çox sağ olun. Amma dediklərimi yəqin qulaq asmadınız. Mən müxtəlif vəzifələrdə Cənubi Qafqazdakı münaqişələrlə məşğul olmuşam və uzun müddətdir ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlər mənə məlumdur. Almaniya hökumətlərinin son illərdə siyasətinə nəzər yetirsəniz, yəqin görəcəksiniz. Həmin siyasətdə həm Ermənistana, həm Azərbaycana çox tarazlı münasibət olub. Yəni, çalışmışıq elə yanaşma göstərək ki, həssas məqamlar diqqətdən kənarda qalmasın və bu vaxta qədər biz beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik və tanıyırıq. Bu bizim mövqeyimizdir və bu mövqey Azərbaycan tərəfindən də konkretləşdirilə bilər. Söz verilir Almaniyanın ARD telekanalının müxbirinə. Salam, cənab Prezident Əliyevə sual vermək istərdim. Siz 17 bəndi qeyd etdiniz. Həmin 17 bənddən Azərbaycan üçün hansı ən vacibdir? Və cənab Prezident Steinmeier, siz barışıq sözünü işlətdiniz. Bu barışıq 2-ci Dünya müharibəsindən sonra Almaniyanın bərpası üçün vacib idi. Həmin amil Avropa ölkələri xalqlarının bir-birinə yaxınlaşmasında necə rol oynamışdır? Bu haqda da danışsanız minnətdar olaram. Əslində belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Steinmeierlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni çox da həddindən çox yükləmək də istəməmişdi. Ona görə çox yığcam müqavilədir, əsas prinsiplərini əhatə edir.
Və yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər Nazirliyinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoşniyyət göstərib. Əks təqdirdə bu sənəd ərsəyə gəlməzdi. Bu birinci. İkinci, Ermənistanda və bəzi qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub, əsas prinsipləri işləmiş Azərbaycan olub və biz xoşniyyət göstərərək bu danışıqlarda iştirak eləmişdik. Və əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə bir qeyri-real şərt qoysaqdik ki, Ermənistan onu qəbul etməzdi. O ki, qaldı bu prinsiplərin əsasında ən vacibinə, əlbəttə ki, bu Ermənistanın Azərbaycan ərazi bütövlüyünün tanımasıdır, Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə, Azərbaycan ərazisində, hara ki qanunsuz gəlmişdi, mitingdə bəyan etmişdir ki, Qarabağ Ermənistandır və nöqtə. Bugün Ermənistanı, mən bunu bir neçə dəfə demişəm, bəziləri sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmən hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra bütün o vaxta qədər aparılmış danışıqları sıfıra bərabər etdi. Bildirdi ki, Azərbaycan dırnaq arası qanunsuz Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır. Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Həmən, bax, bugünkü Ermənistan hökumətinin müdafiə naziri açıq demişdir ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Yəni, indi bugünkü Ermənistan hökumətindən və onun başında duranlardan sülh göyərçini düzəltmək tamamilə yanlış və əsassızdır. Və bugün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan məcburən bu sülh müqaviləsinə imza atır. Çünki döyüş meydanında əldə etdiyimiz qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycan mövqeyinin üstünlük təşkil etməsi, Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bugün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur və Qarabağ Ermənistandır və nöqtə deyən bir adam bugün Qarabağ Azərbaycandır deyir. Hesab edirəm ki, bu gözəl bir təkamül prosesidir və bunu biz alqışlayırıq. Mənə verilən suala cavab olaraq bir neçə cümlə deyim. Barışıq necə qurulmalıdır? Buna necə təşəbbüs göstərmək olar? Bunun üçün istənilən yerdə tətbiq oluna biləcək bir resept və ya standart yoxdur. Məlumdur ki, müharibə apardıqdan sonra inam yalnız müəyyən vaxt keçdikdən sonra yaranır. Etimad birdən-birə yox, tədricən və ya ehtiyatla qazanılır. Qarşılıqlı inam bu cür formalaşır. Sizin suala cavab olaraq Avropadan bir misal çəkim. Ulrich Wilkart, Alman jurnalisti, tanıdığınız həmkarınız, bu yaxınlarda Alman-Fransız münasibətləri haqqında kitab dərc edib. O yazır ki, son 400 il ərzində Almaniya ilə Fransa arasında 23 müharibə baş verib. 1870-ci, 1914-cü və 1939-cu illərdə son 3 müharibə lap
çox qurbanlarla yadda qalmışdır. Bu iki ölkə bir-birinə sonsuz ədavəti olan düşmən idilər. Keçmiş tarix kitablarında Fransa Almaniyanın əzəli düşməni kimi qələmə verilirdi. Əslində çox saylı qurbanlardan sonra yaxın dostluq münasibətlərin yaranmasını gözləmək çox da asan deyildir. Əski tarix kitablarına baxsaq, bunu təsəvvür etmək belə mümkün deyil. Hər iki tərəf həm qətiyyət, həm siyasi iradə göstərərək keçmişi geridə qoyub yeni gələcəyə doğru addım atıblar. Hər bir regionda, dünyada, o cümlədən Cənubi Qafqazda da belə bir arzu var. Azad və sülh şəraitində həyatı hər kəs arzulayır. Bununla da belə, dinç şəraitdə yaşamaq üçün həmçinin müəyyən siyasi işlər görülməlidir. Söz verilir Azərbaycanın A-News telekanalının müxbirinə. A-News televiziyasından Orxan Amaşov. Mənim sualım Prezident Steinmeierədir. Hazırda Azərbaycanın Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma separatçı rejimin keçmiş rəhbərlərinin Bakıda məhkəməsi gedir. Onlar öz ifadələrində etiraf edirlər ki, 100-dən artıq mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın şəhər və kəndlərinin bombardımanı Ermənistanın hazırki rəhbərliyinin, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın birbaşa əmrləri ilə aparılmışdır. Həmin müharibə cinayətlərinə gəldikdə nəyə görə Avropa İttifaqı və onun təsisatları Ermənistana və onun siyasi hərbi rəhbərliyinə qarşı sanksiya tətbiq etməyib? Sağ olun. Almaniyanın xarici siyasətinə nəzər salsaq, görərik ki, mən son dövrlərdə bu siyasətin iştirakçısı olmuşam. Bir çox hökumətlərdə iştirak etmişəm. Öz adımızdan deyə bilərəm ki, biz bu regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Düşünürük ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə qalmalı, tanınmalı və onlara hörmətlə yanaşılmalıdır. Almaniyanın mövqeyinə gəldikdə deyə bilərəm ki, biz öz xəttimizə, mövqeyimizə həmişə sadiq olmuşuq. Ümid edirəm ki, bu sizin regionda da anlaşılar. İstəyirik ki, iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülh yaradan bir regiona çevrilməlidir.